Sənəti sevən əsl sənətçiləri çağırardım. Bayağı oxuyanları yox. Eyüp Yağubovu istəyərəm. Ən başda Zülfə Xanbabayevanı istəyərəm. Röya xanımı istəyərəm. Amma gənclərin içərisində o qədər qəşəng oxuyanlar var ki, efir üzü görməyiblər. Amma o gəncləri də onların böyründə görmək mənim üçün çox həm şərəf gətirər, həm də sevinərəm, sevincimə elə bilirəm şərik olarlar. Manaf Ağayevi. Röyanı çağırardım yəqin ki, ya da türk müğənnilərindən. Başqa Azərbaycanlı heç bir müğənnini toyuma çağırmaram. Yəqin ki, yox. Heç kim istəməzdim. Elə bir konkret mənim zövqüm yoxdur, kimsə gəlsin mənim toyumda oxusun. Namiq Qaraçıxollu. Məsələn, mənim qohumum elə Firuz Səxavətdir, birinci o gələcək. Ümumiyyətlə, mənim toylara qarşı münasibətim biraz fərqlidir. Yəni, mən bu qədər cəlalı toylara, müğənnilərin falan dəvət olmasına o qədər də yaxşı baxmıram. Aycin Kəzmovanı. Başqa yəqin ki, Röyanı. Eyüp Yağubovu. Nuri sərinləndirici. Yəni, bu iki müğənni istəyərdim ki, evladımın toyunda iştirak eləsin. Başqalarını yox. Yəni, gündəmdə olsalar belə, məşhur olsalar belə, onları mən oğlumun toyuna layiq bilməm.